26 aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür. Bu günlə bağlı əqli mülkiyyətin melodiya, harmoniya və ritmlərin başında yaradıcılıq durur mövzusunda dəyirmi masa keçirilib. Bildirilib ki, dünyada süni intellektə əsaslanan patentlər sürətlə artır. Artıq süni intellektə müəllif statusunun verilməsi məsələsi də gündəmə gəlib. Bəs bu mümkündürmü? Dəyirmi masada elə bu suala aydınlıq gətirilib. Bu ilki Beynəlxalq Əqli Mülkiyyət Günü əqli mülkiyyətin ritmini hiss et devizi altında keçirilir. Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov bildirdi ki, son 15 ildə əsasını əqli mülkiyyət təşkil edən qeyri-maddi aktivlərə investisiyalar maddi aktivlərlə müqayisədə 3 dəfə artıb, nəticədə 2024-cü ildə 7 trilyon ABŞ dollarına çatıb. Onun sözlərinə görə dünya üzrə verilən patentlərin 1/3 hissəsi rəqəmsal texnologiyalara aiddir və süni intellektə əsaslanan patentlər sürətlə artır. Bundan belə kitablara və müəlliflik hüququna diqqət azalmır. Belə ki, dünyada nəşr edilən kitabların sayı 2,5 milyona yaxındır. Agentliyin sədri hesab edir ki, zaman keçdikcə müəlliflik anlayışı dəyişir. Əsas səbəb texnologiyaların inkişafıdır. Belə bir şəraitdə isə əqli mülkiyyət hüququ anlayışı yenidən dərk edilməlidir. İnovasiyalar inkişaf edir. İnovasiyalar dəyişir. Və çox vacibi, mən bunu xüsusi qeyd edirəm ki, rəqəmli inovasiyalar sənaye inovasiyalarla birləşir. Bu nə deməkdir? Bu o deməkdir ki, aparat, ondan ibarət olan sənaye inovasiyaları, yəni kompleksləri və kompüter proqramlarına əsaslanan rəqəmsal inovasiyaları bir-biri ilə birləşir. Nəticədə daha güclü, emergent effekti yaranır. Bir sözlə, bu çox əlamətlər bir hadisədir. Əgər aparat və proqram təminatı arasında fərq, sərhəd silinir. Çox vacibdir, bu yenilikdir, bu yeni trenddir. Nəzərə çarpan dərəcədə bizim əqli mülkiyyəti olan dünya görüşümüzü, onun qavranılması, onu dərk edilməsini dəyişdirir. Dəyirmi masada Kamran İmanov əqli mülkiyyətin melodiya, harmoniya və ritmlərinin başında yaradıcılıq durur adlı məruzəsində mövzunu geniş təhlil etdi. Onun fikrincə, musiqili əsərin məzmunu musiqinin emosional və məna yükü, forması isə melodiya, harmoniya və ritmə əhatə eləyir. Müəlliflik hüququ sahəsinin müasir peşəkarları melodiyanın müəlliflik hüquqları çərçivəsində qorunmalı olduğunu qəbul edirlər. Musiqi ifadəliyin əsas komponenti olan melodiyası çox vacib yerdir. Həm formanı, həm də qismən məzmunu müəyyənləşdirir. Çünki melodiya tək səsli şəkildə ifadə olan musiqi fikirdir. Bax, bu çox incə məqamdır. Niyə? Çünki əgər biz müəlliflik hüququndan söhbət açırıq, biz mütləq olaraq nəzərə almalıyıq. Müəlliflik hüququ məzmunu qorumur. Məzmunu qoruyan patent hüququdur. Müəllif hüququ formanı qoruyur. Professor Kamran İmanov musiqidə rolu kifayət qədər nəzərə çarpan süni intellekt haqqında da ətraflı məlumat verdi. Süni intellekt texnologiyalarını bəşəriyyət tarixinin ən böyük nailiyyətlərindən biri adlandırdı. Hazırda süni intellektin geniş şəkildə tətbiqinin vacib, lakin mübahisəli suallar doğurduğunu vurğuladı. Agentliyin sədri hesab eləyir ki, süni intellektə müəllif statusunun verilməsi hələ tezdir. Belə ki, qlobal şəkildə razılaşdırılmış yanaşmaya ehtiyac var. Çünki bir ölkədə süni intellektin əqli mülkiyyət subyekti kimi tanınması transsərhəd qorunmasına təsir göstərir. İndiyə qədər heç bir dövlət qanunvericiliyində süni intellektin müəllif və ya ixtiraçı hüquqlarına malik subyekt kimi tanınmasını nəzərdə tutan dəyişiklik etməyib. Bütün qanunlar hal-hazırda əqli mülkiyyətlə bağlı süni intellekti hüquq almadan, hüquq sahibi olmaqdan deməli. Bayaq dediyim fikrə bir dəfə də qayıdırıq. Texnologiyalar qarşısında biz tərslik eləməməliyik. Onlara maneə sipər çəkməməliyik. Onlarla razılaşmalıyıq. Niyə? Çünki əqli mülkiyyət hüquq sahibinə xidmət edin. Əqli mülkiyyət ümumi inkişafı. Ümumi inkişaf nə deməkdir? Bu yenilik düzgün adla gəlsin mülki dövrəyə girsin.
Sonra dəyirmi masada mövzu ətrafında müzakirələr aparıldı. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Sumqayıt Dövlət Universiteti rektorunun vəzifələrini icra edən Əminağa Sadıqov, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Rövnəq Rızayev və digər çıxış eləyənlər mərzu ətrafında fikirlərini bölüşdülər. Sonda Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov dəyirmi masa iştirakçılarının suallarını cavablandırdı. Firuzə Nadir, Natiq Çıraqzadə, Elçin Tağıyev, Mümtaz Xəlilzadə, ASTV Xəbər.